Bu günlərdə yenə də suyun qiymətinin artırılması müzakirə edilir və bizə təbii ki, aydındır ki, suyun qiyməti artandan sonra avtomatik qaydada işığın, qazın və istilik sistemlərinin də qiyməti artır. Az qala hər il başlayandan sonra, yeni il daxil olandan sonra Azərbaycan hakimiyyəti başlayır kommunal xidmətlərin qiymətini qaldırmağa, benzinin qiymətini qaldırmağa, siqaretlərin qiymətini qaldırmağa və bizim görüb görmədiyimiz ərzaqların qiymətinin artırılması, meyvə tərəvəzlərin qiymətinin süni şəkildə artırılması və s. və ilaxır. Demək olar ki, hər il başlayandan sonra Azərbaycanda qiymət artımları gəlib tavan az qala gəlib çıxır. Benzinin qiyməti artıq bildiyiniz kimi artdı, dizel yanacağının qiyməti və indi də suyun qiymətini artırmaq istəyirlər. Və böyük ehtimal ki, bu müzakirə edilirsə, artıq kütləvi informasiya vasitələrində, hökumət yönlü mediada, əgər bu haqda yazılar gedirsə və müxtəlif deputatlar bu haqda danışırlarsa, demək ki, bu artıq belə bir planları var və bunu indidən cəmiyyətə yavaş-yavaş artıq öyrəşdirirlər. Bu hökumətin ənənəvi taktikasıdır. Baxın, bu yaxınlarda bir qərar qəbul olundu ki, pensiyaların indeksləşməsində dəyişiklik baş verdi. İnflyasiyanı nəzərə alaraq pensiyada artım faizləri artırıldı və hökumət yönlü media başladı ki, Azərbaycanda pensiyalar artırılır. Bu əslində pensiyanın artırılması demək deyil. Xeyr, əksinə Azərbaycanda pensiya yaşı artırılır ildən ilə. Azərbaycanda insanların pensiya çıxması az qala bir neçə ildən sonra bəlkə də əlçatmaz olacaq, əgər bu cür tendensiya davam edəcəksə. Azərbaycanda vəfat yaşı gəncləşir, amma pensiya yaşı isə artır. Bu tamamilə əks bir məntiqdir. Həm də insanların yığdığı pensiya kapitalı onun vəfat etdikdən sonra onun varislərinə ötürülmür. Və yaxud da ki, insan sağ ikən yığdığı pensiya kapitalını əvvəlcədən nağdlaşdıra bilmir. Heç olmasa bunun 50%-ni, yəni heç olmasa bir qismini nağdlaşdıra bilmir. Bütün bunlar baş verildiyi fonda yenidən kommunalların qiymətinin artırılması. Siz diqqət edin, neçə ildir az qala. Hər ilin yanvar, fevral aylarında kommunal xidmətlərin qiyməti artırılır. Bu qədər qiymət artımının müqabilində təbii ki, bazarda qiymətlər də qalxacaq, marketlərdə qiymətlər qalxacaq. Amma insanların əmək haqları buna çatmır. İnsanların aldığı pensiya onların dolanışığına bəs etmir. Maaşları artırmaq üçün də şirkətlər, bu həm dövlət büdcəsinə yük olur maaşlar artdıqda, həm özəl şirkətlərə yükdür. Amma özəl şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün özəl müəssisələrin, fərdi sahibkarların, kiçik və orta biznesin inkişafı üçün xüsusilə də bu maaş artımı onlara çox böyük bir iqtisadi yük olur. Və bu iqtisadi yükün fonunda da onlar inkişaf etmir, onlar böyümür. Və onlar böyüməsə təbii ki, Azərbaycan iqtisadiyyatı da böyümür. Amma Azərbaycanda təkcə bir qrup məmur, ancaq onların monopoliyasında olan sahələr inkişaf edir və onların bazarı necə istəyirlər, o cür tənzimləyirlər. Qiymət artımları, süni qiymət artımları və yaxud da ki, hər hansısa bir malların monopoliyaya alınması və ondan sonra da həmin malların təzədən qiymətinin artırılması. Bu yaxınlarda elektron siqaretlərin də məsələsinə baxıldı. Ümumiyyətlə, mən özüm heç bir zərərli maddələrdən istifadə etmirəm, siqaret də çəkmirəm, elektron siqaret də çəkmirəm. Amma indi ona aksiz vergi təyin edilməsi səbəbindən məhdudiyyətlər tətbiq olunur. Nə qədər sahibkar, xüsusilə də onlar kiçik sahibkarlardır, həmin elektron siqaret satışı ilə məşğul olan insanlar. Hərəsi kiçik bir yer icarəyə götürüb böyük ehtimal ki, orada onun satışını təmin edirdi. Və son illər bu ölkəmizdə yayılmışdı elektron siqaretlər. Düzdür, insan sağlamlığına zərərdir. Mən onun təbliğatçısı olmaq istəmirəm. Hər hansısa bir yaxşı bir tərəfi yoxdur, necə deyərlər. Amma iqtisadi nəzəriyyə cəhətdən baxanda, ölkənin iqtisadi inkişafı cəhətdən baxanda, siz indi o sahibkarları pis duruma saldınız. İndi aprelin 1-nə qədər onlar əlində olan bütün mallarını ya satmalıdırlar, ya da aprelin 1-dən sonra onları atmalıdırlar, necə deyərlər. Və onu satmaq istəyirsə məcburən bəlkə də onun hətta alış qiymətindən daha ucuzunu satmalıdır ki, heç olmasa zərərin yarısından qayıtmaq da deyərlər xeyirlidir, necə deyərlər xeyirlidir. Amma diqqət edin necə olacaq, mən güman edirəm təbii ki, bu mənim gümanımdır ki, bundan bir 6 ay sonra bəlkə daha tez, bəlkə bir qədər daha gec və həmin qəlyanların elektron siqaretlərin, yəni ölkəyə buraxılmasına icazə veriləcək, amma onlar aksizləşdiriləcək və bu da dönüb olacaq bir monopoliyanın bir qolu. Hansısa bir monopolist artıq bu işi bütövlükdə tam öz nəzarətinə alacaq
və ondan sonra elektron siqaretlərin də qiyməti ən azı indikinin bəlkə də 1,5, bəlkə də 2% qədər artacaq. İndi bütün bunların fonunda Azərbaycan iqtisadiyyatı necə inkişaf etsin? Bütün bunların fonunda Azərbaycanda necə biz Azərbaycanlılar Azərbaycanda yaşamağa ikna edir? Burada yaşayın, burada pulunuzla özünüzə biznes qurun, iqtisadiyyat qurun, iqtisadiyyatı inkişaf etməsinə yəni töhfə verin. Təbii ki, normal, ağıllı, məntiqli insan, bir qədər də iqtisadi durumu yaxşı olan insan başa düşür ki, Azərbaycanda bugün hər hansısa bir biznes sahəsinə girmək böyük risk tələb edir. Ona görə də insanlar böyük əksəriyyət axışır restoran sektoruna. Az qala addım başı hər yerdə restoran. Çünki orada bəlli bir Azərbaycan sayağı bir hörmət anlayışı var və o hörmətini etdikdən sonra səndən heç bir tərəfin, heç bir çox da böyük bir problemi olmur. Amma digər sahələr Azərbaycanda inkişaf etmir demək olar ki. Və bu yaxınlarda mən mətbuatdan oxudum, Azərbaycanlıların kütləvi formada xaricdən mal gətirmələri, bu Trendyol və Temu şirkətləri vasitəsilə, gömrükdən gətizdirilmə vasitəsilə və orada da gömrükdə də problemlər yaratmışdılar. Elə insanlar vardı ki, onların 40 gün, 50 günə, yəni özlərinin iddiasına görə 40 gün, 50 günə yaxın onların malları gömrükdə qaldı. Və bu artıq insanlara qəsdən incidirlər ki, insanlar artıq xaricdən belə mal gətirməsinlər sifarişlə özlərinə. Mən belə düşünürəm və daxildəki, buradakı geyim dükanlarından və yaxud da ki, ayaqqabı dükanlarında nəsə alsınlar. Amma bu yolla siz insanların bu hərəkət, fəaliyyət azadlığını onların əlindən almaqla siz yerli bazarın inkişafına stimul verə bilməzsiniz. Yəni, bu stimul deyil, əgər siz düşünürsünüzsə ki, biz insanları təhrik edək, insanları bir növ məcbur saxlayaq ki, onlar gedib yerli dükanlardan, yerli firmalardan, yerli satış məntəqələrindən nəsə alsınlar. Amma insanlar bu dəqiqə öz 1 manatının belə qədrini bilir. Çünki indiki bu kasıblıq dərəcəsi Azərbaycanda insanlar sürətlə kasıblaşır. Və təbii ki, artıq onlar öz 1 manatın belə qədrini bilməyə məcbur qalırlar və Azərbaycanlılar tarix boyu biz ticarət yollarında yaşayan bir xalq olduğumuz üçün Azərbaycanlıların çoxusu da ticari ağlı çox yaxşı inkişaf edib. Bəli, Azərbaycanlılar siyasi xalq deyil. Azərbaycanlıların siyasətə marağı çox deyil, amma Azərbaycanlılar kifayət qədər iqtisadi bir xalqdır. Azərbaycanlılar ticarəti, pulu necə idarə etmək lazımdır. Mən düşünürəm ki, onu çox yaxşı bilir və indiki durumda da Azərbaycan xalqı görür ki, bizim digər yerlərdən nəsə gətizməyimiz daha bizi sərf edir, nəinki yerli mağazalardan almaq. İndi siz buna da artıq müxtəlif yollarla, təbii ki, mənim əlimdə bir sübut, fakt yoxdur, bu məsələ biz müzakirə etmirik, mən sadəcə sosial şəbəkələrdə gördüyümə bir vurğu qoydum ki, və bugün Azərbaycandakı iqtisadi durum, bugün Azərbaycandakı insanların həyat yaşayışının səviyyəsinin fonunda siz hər gün az qala, hər il az qala kommunalların qiymətinin artırılması, hər il benzinin, siqaretin qiymətinin artması artıq insanları daha da kasıblaşdırır. Və bu ölkədə yaşamağa artıq biz belə Yeni Azərbaycan Partiyasının iqtidar dövrü bir qədər də davam etsə, bu hökumət ölkəni bu cür idarə etməyə bir qədər də davam etsə, artıq biz Azərbaycanda Azərbaycanlılara yaşamağa bir neçə ildən sonra, 30 ildən sonra, 50 ildən sonra biz, yəni bəlkə də heç Azərbaycanlı qalmadı burada. Təbii ki, o bir qrup, o maraq qrupu xaric. Gənclər ölkəni sürətlə tərk edirlər. Nəyə görə tərk edirlər? Təbii ki, işsizliyə görə, təbii ki, iqtisadi duruma görə, təbii ki, buradakı azadlıqların məhdudlaşdırılmasına görə. Bütün bunların fonunda iqtidar hələ də öz bildiyi kimi özünün o dar iqtisadi çərçivədə düşündüyü kimi hərəkət edir hələ də. Artıq bunlara son verilməlidir. Artıq heç olmasa pensiya yaşı aşağı salınmalıdır. Ölkədə azad iqtisadiyyata insanları cəlb etmək lazımdır. Biznesmenləri, kiçik və orta sahibkarları sıxmağa ehtiyac yoxdur. Əksinə, bu onlara dəstək yaradılmalıdır, onlara şərait yaradılmalıdır ki, onlar həm özləri inkişaf etsin, həm Azərbaycan iqtisadiyyatının inkişafına töhfələr verə bilsinlər.